Ən güclü adamı divara dırmaşdıran bal. Həyatımda belə bal yeməmişəm. Nastren yanı da düzəldir, adamın əhval-ruhiyyəsini Bu qaldırır. əhval-ruhiyyə deyil. Əslində əhval-ruhiyyədir. O tərəfdən xahiş edin. Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu gün I am Honey-dəyik və balın küpünə girməyə gəlmişik və burada premium dünyanın hər yerindən ballar var. İnşallah yoxlayacağıq, fikrimizi sizinlə bölüşəcəyik. Ümid edirik ki, yəni təzyiqimiz də alt üst olmaz. Maşallah polnu sastavıq ha. Bu sastavı bir yerdə görmək hələ-mələm hasant bir şey deyil. Natiq müəllim. Medved. Dünəndən alacam. Dünəndən mənə zəng edir ki, çörək yemədən, yəni bal yeyəcəyik. Gətirin görək ballardan zaten nə var? Ən yüngül baldan başlayaq da. Yəni bunun ağırlaşmağı da var ha. Lap ağrı axırda olacaq. Qardaş bu nə balıdır belə? Akasiya balı, ağ akasiya balı. Rusiyanın ağ akasiya balı göz xəstəlikləri və kosmetik vasitələrdə geniş istifadə olunur. İlk balımızın tamına baxırıq. Analiz çox nə idi? Boğaz yolu vaxtı Test edirlər. Akasiya balı bizdə də var mən bildiyim qədərilə. Düzdür qardaş? Amma bizdə ağ akasiya balı yoxdur, sarı akasiya. Ha, bu ağ akasiyadır. Deyirəm, zarafat bu rəngi tamamilə başqadır. Mənə çöpmə ana. Çöpü yığmış öz tərəfimizə. Barmağım dəydi hər tərəfinə. Yox qardaş, bu tamamilə başqa bir şeymiş. Möhtəşəm bir tamı var da. Tam başqa tamı var ha, həqiqətən. Kim bilirsən? Özü də qatı da ha. Çox qəşəngdir. Həm qatıdır, həm də bitki ilə bir təbii dadını sevirsən. İndi həmin o ağ akasiya balının xarlanmış versiyasıdır. Mən də acığa çox yeyəcəm. Onsuz da dururlar çöpdə çox dayanmır. Görək necə fərq olur xarlayanda. Bismillah. Çox qəşəng. Mən xarlanmış balı heç yemirdim. Bu sanki balla nəyisə qarışığıdır. Yumuşaqdır hə. Xarlanmış balıq yeyəndə belə xart dıllayır. Amma bunda Qardaş, bu elastikliyi bu qalır belə. baldırsa biz yediklərimiz nə olub onda? Burada bir şey də var da, nəzərə alın ki, bizim indi bu yediyimiz ballar sırf Azərbaycan məhsulları deyil, biz Azərbaycan məhsullarını yemişik. Bu dünyanın fərqli yerlərindən Mən gətirilən indi Azərbaycan da verəcəm sizə. Yəni mən bu bala ağız zövqüma görə ona 10 verirəm. Mən hətta deyim ikisinə də verərəm onu. İkisinə də 10 verirəm. Verərəm yəni. Deyim ki, qardaş, I am Honey-yə gəlmişik, rəhbərlik sağ olsun, bizi qəbul edibsə, burada durub basıb bağlamayacaq. Qardaş, nədirsə onu deyəcək, yəni. Yəni ola bilər bəlkə hansısa balı bizim xoşumuza gəlməz, başqalarının ağız tamına uyğundur, olur da. Amma biz özümüzün fikrimizlə dəyərləndirəcəyik. Biz buna 10 veririk. Növbəti balımız gəlsin qardaş. Bu Növbəti bal Azərbaycanın məşhur qaratikan balıdır. Qaratikan. Bu bal ən çox qaraciyər və öd yolu xəstəliklərində çox faydalıdır. Qaratikanımızı yoxlayırıq. Döyüş demədimi? Bal götür. Artıq müəllim eşirik. Az gəldi. Yazılır götürənmədik. Bismillah. Normal bildiyimiz qaratikan balıdır. Xüsusi bir fərqlilik, yəni deyim ki, wow deyə bir fərqlilik görmədim. Yəni qəşəng baldır və normal bildiyimiz qaratikan. Bal dadı gəlir də yəni. Ha, ilkin akasiyanın məsələn sanki dadmadığımız bir tam idi. Bu daddığımız bildiyimiz qaratikan balıdır və yaxşı da tamı var, normaldır. Ondan hardasa verərəm də 6,5-7 belə. Bu əsasən Azərbaycana gələn qonaqlar xoşlayır. Onlar da məsələn öz ballarını yeyirlər, amma bizi sırf gəlib Azərbaycan balını istəyəndə yəni ən yaxşı ballar. Biz yerli balların dadını bilirik deyə gəldik. Bal keyfiyyətli baldır, tam olaraq bizə fərqli bir tam Fərqli deyil. Ona görə mən 8 verdim. Mən alacağım bal deyil. Məsələn, birinci balı alaram. Bunu yox da bu standart. Növbəti bal ağ Manjuriya kökəsidir. Bu bal bəlğəm gətirici, iltihab əleyhinə, antibakterialdır. Tənəffüs, ürək, böyrək xəstəlikləri üçün idealdır. Manjuriski bal. Natiq müəllim ümumiyyətlə balları sevir tələbələrinə görə. Ona görə bizdə yüksək bal toplayırlar. Çox qəşəng baldır və nəyisə tam var tuta Bilmirəm, bilmirəm. ya sanki uşaqlığımızın Bunda elə bir tam var ki, heç bir balıq oxşamır. Hansı bir tam var? Sonradan gəlir, özü gedəndən sonra. Onu demək üçün qədər gərək yarısını yeyək sonra yəni bax da. Durun çıxın gedin. Bütün obyekti yeyirsən, Natiq müəllim, tutarırsan obyekti. İndi sən bundan hərəsindən o qədər yeyirsən, gör axşama nə olacaqsan da görürsən. Yəni davleniya zat, yəni sonra mənə boynumda qalacaq. Harun mən sən deyim, çox qəşəng dadı var həqiqətən. Tam adamı keçmiş aparır amma tutanmırsan ki nədir? Amma mən ondan 9 verirəm. Akasiyanı hələ Amma yenə də iç aşqda qalmışıq. İç aşqımız. Hələ mən 2-də O qalmışam. moment acıydınız prostluğunu görürəm. Yox, aclıq deyil qardaş. Biz həmişə acıq. 9 verirəm mən. Mən 9 verirəm. Mən də Əladır. hələ hardasa təxmin elə verərəm, ondan 9 verərəm. Eyni balın xarlanmışı. Nəsə xarlamışlar mənə daha çox diqqətimi çəkir. Birincidə də akasiyada da xarlamış mənə ləzzət elədi sən deyim. Əsl səhərin yağın, çörəyin yanı üstünə as keçsin də. Bu xarlamayıb. Qardaş bu taxta olub bu. Mən qıraqsan içində qalacaq. Daşlaşıb Bir yerdə yeyərik bu. yeni qaşıqdan. Daha romantik. Qaşığı öz qırdı. Bizə deyildi, özü qırdı. Çöp əlində qaldı. Yuxarıdan qırmışam əsasən. Bu bayaqçından da qatıdır, hiss edirəm. Biraz daha qatıdır. Qardaş qanlı bax. Durun çıxın gedin. Amma Çaşarsınız birdən 8-dən aşağı bal verərsə. Sağla zadla durublar burada. B bacısı 9 ver, 9. 10 Birincinin xarlamışı daha dadlı gəldi mənə, nəinki bu.
Bu da mənim xoşuma gəldi. Yəni qəşəngdir. Mən buna verərəm də ondan hardasa 6 güllə ilə vururlardı qırqdan. Bu da xətir hörmətə 7. Mənim üçün 9. Mən Amma bəyəndim. mən Natiq mənlə eyni fikirdəyəm burada belə baş. Bura kimi yediyimiz bütün ballar 30 manat idi. Bu ən məşhur ballardan biridir. Qarabaşaq balı, qreçka, qreçişnin. Qreçka balı. Qreçka balı. Bu Qətərdə laboratoriyada yoxladılar. 46 gəldi bunun diastazı. Çox yüksək ferment göstəricisi var onun. Bu balı şəkər xəstələri rahat istifadə edə bilər və bu bal ballar arasında ən yüksək antioksidan səviyyəsinə malikdir. Qardaş deyir ki, biraz az yeyin. Vallahi qırsalırlar. Qardaş deyir az yeyin. Yox, yəni hələ qabağda bir 20 dənə banka var. Onu gördürəm. O kimi qardaş deyir ki, bu güclüdür, az yeyin bunu. Elə o biləndə də gücünüz satsın. Baxıram tamına. Ağır bir şeydir qardaş. Yoxdur qardaş. Ağır yüngül mən Ağır yeyirəm. yox. Mən özüm ağır yüngül yeyirəm. Yüngül bal xoşlayanlar akasiya bunu xoşlamır. Bir də fərqli olur. Yeyəndən sonra açılır, fərqli tam olur. Karamel. Hə. Yeyəndən sonra çatır Karamel. adamam. Biraz da dolşab kimi harda. Bal aldım, dolşab çıxdı. Atalarsan tərsinə. Doşab aldım, batsın. Bu bizim az dil ədəbiyyat Hələ müəllimiz. başıma necə vursa atalar söz tərsinə oldu. Yəni mənim bəlkə də yediyim ballar arasında ən dadlısıdır. Həqiqətən mən çox sevirəm. Bizim ağız tablarımız həqiqətən fərqli imiş. Mən buna 5 Hardan verirəm bildin? qardaş. Mən buna 10-10 verərəm yəni. Ağırdır, fərqli daddır, qəşəngdir, yenə də zövqlər. Bu da 10-10 vermək səbəbi nədir? Yerli balları çox yemişik. 1-2 dənə fərqli bal yedik. Yəni bəlkə də bütün balları yeyəndən sonra axırda bir də bizdən soruşsaz deyərəm, hə bundan da mükəmməlləri var imiş. Sən bundan bir banka ver bizə, qardaş. Aparaq sabah. Ye fikirlərimizi deyək də, yəni. Daha sən olan olub da deyən bundan da. Məncə Natiq müəllimin məqsədi başqadır deyə bilmir də. Bir bankanın ayında Özdə bir var ki, birinə deyə, dördüncü banka dördüncüsünə də eyni şeyi deyir. Gətir qardaş. Arada bir fərqli bir şey verim ki, biraz ağız tamımız dəyişsin. Həqiqətən fərqlidir. İçi nəsə onun biraz Bu balla balqabaq tumudur. Dədə-babadan qalmış bir reseptdir. Qurtları əlhəmdülillah təmizləyir. bəs içi qurtdu insanları necə? Özü qurt olsa, amma doğru ballıqdır. Mən açığı balqabaq tumlu baldan xüsusi bir şey gözləmirəm. Çünki balqabaq tumunun nəsə Arının burada biraz əməyi azdır elə bil. o qırağa elə bir şey xeydə də xoşuma gəlməyib mən. İnanmıram ki, belə yaxşı bir şey olsun Qaşqa amma gəlməyi yaxşı. belə Çox götürə bilirsən. Natiq müəllim də bacardığı qədər çox götürməyin dərdindədir. Hadi gəl. Yarısı düşdü. Gözə gətir. Nə pis şeymiş. Stol təmizdir, narahat olma. Demədi, götür təzən stol təmiz. Tumlu bal. Gözlədiyimdən fərqlidir. Qəşəng şey qarışım olub. Tutub bir-birinə. Düzgün qarışdırmaq lazımdır. Düzdürüblər. Mən deyim ki, superdir. Balqabaq tumları ağır olur. Bir müddətdən sonra adam elə qəribə gəlir amma bu ləzzətlidir ha belə. Monster bir şeydir. Qurtlar bir dəqiqə sən yeyinirlər orada. Qardaş mən xoşuma gəldi. Hətta mən yəni gözləmirdim belə deyərəm, amma ona 10 verirəm buna. Qardaşdan bir dənə çörək istədim. Bir də maraqlıdır. Onsuz da dibində qalıb. Hələ bu nə edirsən? Biz aparıb atarıq zibilliyə. Biz səhərdə yaxşı zibilliklər var. Yeri gəlmişəm, Zibilə düşmə də qardaş. yeri gəlmişəm bunları bir dəfə batırıb tollayırıq. Yəni ikinci dəfə bura soxmaq olmaz. Bir nə qədər yemişik. Az götürə, harın ondan evdə də var. Ondan yoxdur. Didoq görək bir çörəklə nə təcəyir. Bal deyil, bal. Qardaş superdir. Bundan bir banka hepsən gündən elə. Superdir qardaş, möhtəşəmdir. O da 30 manatdır, amma qardaş deyir ki, yəni qurda görə əgər müalicə kimsə almaq istəsə, yerə bir 5 banka lazımdır bundan almaq. Kurşu 5 manat. 20 günə 100 qram yeməlidir. Əslində qalası olsa balqabaq tumlarını oturub yemək çox çətin bir şeydir. Amma bundan yeyərsən ha, həqiqətən aparıb super qardaş. Ona 10. Siz nə verirsiniz? 10. Bu bizim məşhur Iron Man-dir. Iron Man, Marvel. Elə onun kimi bir şeydir. Marvelindəki Iron Man-in yediyi bal. Niyə Iron Man? İdmançılar üçündür, dəmir qaldıranlar üçündür. Ha. Nədir? Fəhlələr Belə eləyir mən. kim eləyir onu? Mən nə bilim, spor oldu. Qardaş, məncə Iron buna görə də bu dəmirdir qanın. Amma özdə astronavtlar və pilotlar bu qarışığı uçuşdan sonra reabilitasiya üçün istifadə edirlər. Bunu belə eş eləmək lazımdır. Xörək qaşıq olur ya, dəmir. Bizə o lazımdır. Qəribə iyi var, bir də iyniyin. Həyatımızda bu qədər bal yeməmişik da. Yəni bu dadı o qədər güclü olmamalı, bu bir xeyirli şeydir. Mən Yox, sevməm. xoşlayanlar var, mən xoşlamıram dadına görə, amma Tərkibinə bax, C, K, B6, B3, B1, B2, Zinc, Iron. Qardaş, nə hikmətdirsə bilmirəm. Mənim xoşuma gəldi. 9, Mən də bəyəndim. ondan 9. Bitkisel qarışımına görə, yəni faydalılığına görə yüksək bal verərəm, amma
Tam olaraq mən sevmədim. Faydasına görə ondan 9, amma tam olaraq mən ondan 5-6 verərəm. Yəni sevmədim onu. Biraz fərqli bir şey verim. Gələndən Bal fərqli sufle. verirsən, o zaman. Yox, yəni biraz ağzımızın tamını dəyişir. Nanəli nə? Nanəli bal sufle. Sufle nə deməkdir? Sufle belə spesial aparatdır. Balı biz ora qoyuruq, bir 2-3 gün fırlanır orada. Və istədiyimiz dadı dəyişir. Ekstrat məsəl üçün bu nanənin ekstratıdır. Təbii ekstratdır. Bəzi adamlar bal xoşlamır ki, ağırdır, şirin, çox şirindir. Və yaxud uşaqların çoxusu məsəl üçün yemir. Amma bu sufle yüngülləşdirir o balın konsistensiyasını. Ona görə Bizi də yüngülləşdirəcək görəsən. Hal-hazırda ağır oğlanlar yüngül bal yeyəcək. Gətirim ağır yüngül eləməyə. Artıq mən çubuğunuzu bol edeyim. Sağ ol. Qaçsan oxloyu gətirin. Lomlu. Nanə və bal tamamilə başqa temadır. Sənin bütün burada Sənin bütün burada Dağıtmışdın ağzımda. Ay Natiq müəllim. Mən elədim, sən dağıtdın. Gözdür də göz. Sən niyə gözümdə? Səndə olanda məndə də var. Niyə sən gözümdəsən? Oxlovla zatla götürmək istəyirsən ki, ümumiyyətlə mən nanəli çay, nanəli şeyləri xoşlayıram. Heç nə yox, bitcə bilirəm ki, sabaha babat çəpi çox. Qardaş, bu nə əsl, nə iynəsi içməyin malıdır. Ümumən bal suflelər, hansı ki nanədir, apelsindir, çiyələkdir, onlar kofe ilə super gedir. Amma bizim bir Kofe ilə. müştəri cad etdi. Gəç mənim çox xoşuma gəldi, ona 10. Mən nanəyə baxışam sevirəm. Balla nanə qarışımı tamamilə möhtəşəm, fərqli bir tam ortaya çıxardı. Möhtəşəmdir həqiqətən. 2020-də bal sərgisində Qətərdə həmin bu bal birinci yer tutmuşdu. Orda qardaş. Tutardı qardaş, o həqiqətən superdir. Tamamilə fərqli bir qarışımdır da. Yəni əminəm ki, belə bir tam bir çoxunuz dadmamısınız. Natiq müəllim yenə çörəyini hazırlayıb. Sən qardaş çörəyi də çörəklə yeyirsən. Qaraq çörəyi, qoyraq çörəyin arasında yeyir. Yerə gəlmişəm, bura showroomdur. Zəng edərək, yəni əvvəlcədən xəbər edərək gəlib müəyyən şeylərdən dadıb yoxlaya bilərsiniz. Bu fərqli bal. Elə hansı fərqlidir bu Yəni fərqli bu bal. hər adamın xoşuna gəlməyən bir baldır. Kardalopşa da. Şurada yox. Şabalıd balıdır. Bu şabalıd çiçəyi. Şabalıd balı. Yəni bildiyin bu konkret bu da böyükdür. Bu bayaqdan yəni fırlatdığım balların ən çətinidir. Tutursan da yuxarıda. Nəhayət ki. Mən heç o boyda çıxardırmamışım. İndi kim oldu? Sən halallıq əvvəl cürədən çıxardıram mən onu. Qazıntı işləri aparılıb Natiq. Ağzında var. Hələ göz Gözü qaldı. gözlə. Getdik. 3 2 1. Bu qardaşın xoşuna gələcək, amma sizin yəqin ki yox. Bizə qızı kimi baxıram fikir versən. Yox. Çünki qarabaşar bal. Faiz eləmədən diqqətlisən. Bayaqdan sənə balları var, aşağı bal verən bu da bizdə idi. Mənim çox xoşuma Mənim gəldi. çox xoşuma gəlir. Bu bal ağızda qəribə bir hissiyat verir. Belə yumuşaq, belə sürüşkən. Xoş məndə az idi, sürüşdürə bilmədim. Bir problemi var qardaşım. Az. Hər şey azdır. Skuşon da, yox, skuşon Elə da sürüşmür deyil. də azdır. Heç nə oxşamır qardaş. Yəni şabalıd balı yəni özünə görə bir şey. Yığırıqsan. Səbət. Öyle çox boğazı bir yandırdı. Bir sözlə 10-dan 9-dan 1000-də 199. Ondan 10 verirəm. Hətta balı yəni hiss elədiniz, ağızda bir müddət qalandan sonra sərinlik verir ağza. Bu neçədir? Bu da 30 manat. Bu da 30 manat özdə. Qiymət 30 manat yox. Davleniya bizlərəm necədir? Qardaş, davranıya bilmirəm. Mən gözdən bir qəribə olduğunu hiss Burada edirəm. bir bal var. Bizdə men's happiness, mutlu erkək. Xoşbəxt kişilər. İçin men's happiness da. Sarımsaq. İçin men's happiness. Sarımsaq da, hə. Sən İçin yemə. men's happiness. Sən yemə. Təzə qaşıq tapmışam, mən nə yemə. Söz nəsə mən yeyib xoşbəxt olacaq. Görə başa düşmürəm, nəyəsə görə qadınları alır biz onu. Qadınlar alır ki, yəqin ki, ərləri xoşbəxt olsun. eləmək üçün. Onlar xoşbəxt olsalar, çünki onlar da xoşbəxt Səsə olacaq. ailə xoşbəxtliyi üçün önəmlidir bu. Çox da dəyər, niyə getməyin də yəni. Belə bir həftə becərdi, fikir ver. Hal-hazırda xoşbəxtliyi hiss eləyəcək. Getdik. Qardaş! Ay o tərəfə get, bu tərəfə. Belə qardaş olmur. Xoşbəxt. Get o tərəfə. Necə xoşbəxt? Qardaş, əladır. Yəni keşri fındıq qız, yəni testosteron artırır, beyin partlayışı. Tam da qəşəngdir. Mən ona verirəm buna bombadır. Yəni çox gözəl miksdir, deyim sizə. Mən də elə onu verərəm. Yəni bu müqayisə olmaz. Əziyyət çəkdi nə qardaş. Fikrə getdim bir anlıq. Benim görüm nə ilə bal kəsə bilərəm. Xoşbəxtçilikdəndir. Ekskluziv qara Sibir balığı. Nə yaxşı ki, fərqli deyil, ekskluzivdir bu. 70 manatdır bankası, deyim bilirsən. 70 manatlıq. Əvvəlcə bir dənə o iyniyün Bal köhnəlməyən yeganə bir şeylər. düzgün saxlasan. Motor yağı da Eframoy hocam. Oy. Virusların qənimi, yaraların tez sağalmasına kömək edən qara Sibir balı. Duru olduğu üçün tez yemək lazımdır. Havada tut diye. Ağac tamı gəlir. Ağac? Ağac yeyirsən arada.
Uzun görsəniz. Çox qəşəng baldır. Mənim ağız tamıma görə deyil. Mən ondan 4 verirəm. Mən ona 10 verərəm. Mən sevirəm balını belə. Onu. Bu ağır oğlandı, ağır şeylər. Acayip şey. Biz indi görə yüngülük də, o göstərmə. 11 verirəm. Neçə verdin qardaş? Nə versəm çoxdur. Dur, bas var. Bu yenə də sufle, bal sufledir, çay tikanı ilə bir yerdə. Bu da Qarışıq miks yəni. mixdə 6 aydandır bu da. İyi, o qədər də xoşa gəlmli deyil. Bol-bol vitaminlərlə zəngin çay tikanı ilə ballı sufle. Onu bax yaxın. Elə bir ki, taxtanın üstünə şpaklovka Bax sən var. taxtanı qoy qırağa, onu. Şiferin üstünə şey çəkmirsən, Obyektiv fikir üçün çox götürməli. Çox qəşəng. Dadı turşdu biraz, turşmazı. Bir şeydir o qədər. Mədədən iyi gələndə. Bu tamamilə fərqli bir şeydir. Bu heç vaxt dadmadığım bir tamdır. Bu ikinci sufledir və möhtəşəmdir, mən sizə deyim ki, çox gözəl tamı var. Deməli mənim götürəcəyim ballar birinci akasiya, nanəli, o idmançı qarşımı bəlkə də biri də olsa bu ola bilər. Bu ürəyə də vurmur. Ha. Yedikcə yeyirsən, elə istəyirsən ki. Çay tikanını hiss eləmək Çox olar faydalı tamamı. bir şeydir. Çox dəhşət. Çayın özü dəhşət faydalı. Və çox qəribə belə ləzzətli bir tamam var, maraqlı tamam Biraz var. turş fason dadı. Turşməzə, Çox qəşəngdir. 10-10 qardaş, möhtəşəm bir şeydir. Mən ləzzət edirəm. Mənim bu gözlərim bala-bala gedir, deyəsən hazır oluram. Bu isə qardaşlar, bildiyimiz Antep fıstığı ən yaxşılarından kalibr olaraq, dad olaraq. Pramoy enerji partlayışıdır. Elə ki bal da düşsün də, o balsız. Balını ayrı yeyərik. Haydi bakalım. Ya bu indi bax deyəcəklər ki, nəsə çatmadı, gəl bir qaşıqdır yey. 10-15 verirəm də mən buna. Mən ümumiyyətlə Antep fıstığı üçün ölürəm. Fındıqlar dadlıdır. Bal qəşəngdir. Deyirəm pik xoşuma gəldi, amma aşağı vermək olmaz. Ondan 8. Ballar əslində də çox qalır. Sadəcə son üçüncüdür. Biz gedirik, əldən gedirik. Vəziyyətimiz yaxşı deyil. Bax bu məşhur manuka balıdır. Çox qəribə iyi var. Manuka Yeni Zelandiyada vişnə ağacıdır. Onun çiçəyi çıxır, çiçəyi bal verir. 115 manatdır bu 250 qramı. Qonaq gələndə çaşıb qoyursan, basıb yeyir. Yeyir. Sən nə edirsən? Yəni mən indi konkret baxıram ha kim qaşıqda nə qədər götürəcək. Ya. Tamam. 1 manat yarım oldu məncə artıq. 250 qramı böldü. Orada səndə azı 5 qram var. Axır qoymaq 1 manat düşəcək indi. Ürəyim gəlir. Pis yaxşı axır qardı. Pis yaxşı. Çox sərt baldır. Acılıq da var biraz tərkibində. Hə, bu bizim qohumlar yanına qoysaq deyəcəklər, bu pəsox balıdır. Bunu yaranın üstünə çəkirlər olar. Bədənim belə bahalı bala öyrəşmir. Bir səhv eləyəcəm birazdan. Bilirsən kim yeyər? Bu vikinglər zatlar belə yeyərdə onu ki, sərt. Yaxşı da. Onlara belə şərab zat gətirib qoyurlar. Ona bu bal, mən akasiya balı, şax balını gətir bununla, manaxa gətir mənə. Çörənin üstünə yaxım yeyim. Yəni elə Adam bal. buna bal verməyə utanır. Onun üzərinə mən nə deyim buna qardaş? Qardaş tam olaraq, yəni tam olaraq mən o qədər tamı tutmadı açığı. Tərkibi amma çox zəngindir. Qardaş məzələr daxildə deyir ki, 12 manatlıq baldır bəs. şəf Bal da deyil. Bal deyil, nəsə yezdirmiş. diş pastası. Şonkadır. Ümumiyyətlə mən bir şey fikir vermişəm. Tamı ağır olan, insan xoşuna gəlməyən şeylərin tərkibində daha çox insana şifalı olan şeylər olur. Həmişə belədir. Qaracıra kimi məsələn. Hə, tam cəhətindən əgər bir şeyin tamı dəyərləndirirsə, mənim ağız tamıma görə mən hardasa 4-5 verərəm. Faydasına görə qardaş ona 10-dur da, ha. Keyfiyyət və şeyinə görə 10. Bəs tamı ağırdır. Bəlkə kimsə daha çox xoşlayar. Özü Yeni Zelandiyalıdır. Ha, da bayaqda da danışırıq. Da biz də zurna kulirik. Yox, Köhnə Zelandiyalı. Qədim Zelandiya. Gələn günəş. Bu da uşaqlar. Bunlar kovan balıdır, vəhşi baldır. Vəhşi bal. Yabanı bal. Bunun hər şeyini yeyə bilər. Hamısı yeyirlər, yoxsa hər şey? Yox, qabı biraz hələ qab tapmamışıq biz. Yabanı bal odur ki, arılar özləri hazırlayırlar da. Yəni Yox, hamısını arılar özləri hazırlayır. Sən bizi şeylə. Milçələrə tapşırmırlar. Qardaş özü hazırlayır, gedir. Sadəcə bu tərəfat deyil də, bu olaraq aysa. yetişdirilmiş bal deyil, Bəli, təbii bəli. yolunu meşədə. Yabanı. Belə eləyin də. Bax, sən bu tərəfindən götür. Heyf eləmədi. Qardaş tünd tərəfindən. Hə, bunun rənginə görə tündlüyü, yumşaqlığı var. Dadı dəyişir. Yaxşı. Oy, da necə yumşaq şeylədir. Xırç elədi. Çox, yaxşıdır. Mən ona bir bal verərəm görərsən. Mən onun acığını yeyəcək yeyim, ağılacaqsın. Yer gəlmişkən mən səhər tezləndən Qardaş şəkərim qalxdı elməzmə. Yer gəlmişkən mən səhər tezləndən şanla, yağla çörək çox sevirəm, dəhşət ləzzətli olur. Bismillah. Kilosu 300 manat. Oy, Ora düşürsən, hə? qardaş belə şey yoxdur da. Ağızda əriyir şan qardaş. Əsl o balın xas dadı var, sözü kəsəm. Əsl balın. Oy da. Uşaqlıq yazılır. Kilosu 300 manat.
qarasından. Mən Araz marketdən zaddan həmişə alıram, bu şandan falan alıb yeyirəm də 10 manata zada belə qab. O şan necə bu nədir qardaş? Natiq mənim də gizli-gizli daha çox fırlatmaq istəyir. Fatih görürəm nə. Görürsən? Oradan baxırsan. Sən heç o boyda şey görməmə mümkün deyil qardaş. Yəni ən azından bir 40 manatlıq sən yemisən ancaq. Bismillah. Göz haqqınızı halal edin. Da bu vaxtda haqq qalar. Saqqız deyil. Möhtəşəm bir şeydir. Oha. Boğazım yandır. Allahın nemətlərinə baxaq qardaş. Möhtəşəm bir şeydir da. Yerli baldır yoxsa? Bu bizim öz Yerli baldır. Hə? Yerli baldır. Deməyin gözəli elə yerli baldır. Elə ən bahası da yerli baldır. Qardaş, yəni buna onu da demirsən də. Ya bunu Ona 100. balı yox. Bunun balı yoxdur. Bu özü baldır. Hələ qabağı bir dənə. Buna bal vermək olmaz. Hələ biri də var. Ondan da yaxşıdır. Qardaş, Allah sizə pul yetirsin. Bir dənə bu ayam hanidən mütləq bundan bir dənə yoxlayın. Yəni dəhşət bir şeydir də. Mən belə bir şey yeməmişəm. Ölmədən öncə bilməli olduğumuz dadlardandır. Bəli. Bu bizim ən bahalı, ən mənim sevdiyim Yemen sidr balıdır. Tərkibi 80% sinkdir. Dadı da ki, heç bir bala bənzər deyil. Ən gözəl ballardan biri. Ha, divar balı deyirlər ha. Budur 130 manata. Hə qardaş? Yəni bunun qiyməti belə səftirir adamı. Yəni dəhşət deyirlər ki, adama enerji verir belə. Açılmağı da xüsusi açırsan ona. Yemenin Vadidovan deyilən bir bişirası, uşelyası var. Vadidao. O da axırıncı balımızdır bu. Yeyirik. Çıxırıq divara. Balı dəyərləndiririk. Özdə qatı baldır ha. Yeyəndən də sonra başqa tam verir. Adam bunu tez udmaz ya. Çox fərqli baldır. Həyatımda belə bal yeməmişəm. Emin Mən olun. birinci dediyim söz idi bax onu. Bal da deyə bilmirəm bunun tamına. Bu indi səni davreniya düzəldir. Vallahi mənim başımın ağrısı getdi. Çox belə rahatçılıq verirdi. Tənzimlədi elə bir hər şeyi. Gözüm elə bir açıldı qardaş. Gözüm elə özüm hiss eləmirəm belə Getdi, bayaqdan bu belə idi. Nostren yanı da düzəldir. Adamın əhval-ruhiyyəsini Bu qaldırır. əhval-ruhiyyə deyil. Əslində əhval-ruhiyyədir. O tərəfdən xahiş edeyim. Amma içimizin var qaçsan eyni şeydən yemirəm. Ya abartmıram qardaş da. Adama qəribə belə bir şey verdi. Belə Çubuğu belə dadlı deyil. Nostrenya verdi adama. Bunu video xatirinə danışmırıq. Ha. Doğrudan həqiqətən balı yedik. Bayaqdan belə key kimi, yorğunluq üzümüzdən hiss eləyəsiz. Bunu yeyəndən sonra elə bir ki, heç bal yeməmişik bundan qabaq. Hadi daha keçir də ikisi də götürmüşsən. Görüm gözün orada. Ağlamağım gəlir. Həqiqətən elə ki bundan qabaq yediklərimizi balanslaşdırdı da hamısı. Onunla dəyərləndirmək belə bunun üçün ayıb olardı. Yəni deyərdim ki, yəni %100 bir bal həqiqətən. çox möhtəşəm bir şeydir. Yəni belə bir şey yoxdur da qardaş. Buradan arılara xüsusi təşəkkür edirəm. Ayam Hani qardaşımıza təşəkkür edirik ki, bizim üçün belə bir Şərait qardaşım. şərait Mən balam qardaşım. Yo, məndən xahiş edirəm ki, balı istəyirik yoxlayır. Mən gəlib bilsin 4 dənə balı qoyardım elə bura şey. Günün yarısı get. Təşəkkür edirik ki, bizim üçün bu şəraiti təşkil etdi. Yəni balların axırına çıxdıq düzdür. Yəni ona görə də üzüldü saydı. Bir də yoxlayacaq demişdik, amma yedik Bəlkə də ömrümüz balları. boyu bu dadı bilməyəcəkdik, sayəndə bilmiş olduq. Möhtəşəm idi və Sayəndə bizi yoluxdurdun. təmiz bal axtarırsınızsa heç şübhəsiz Ayam Hani ballarını mütləq yoxlayın. Çəkilişə icazə verdiyi üçün Ayam Hani rəhbərliyinə təşəkkürümüzü bildiririk. Ekranda saytlarının nömrələrini görürsüz. Saytlarında bütün ballar, arıçılıq məhsulları var. İstədiyinizə baxıb məlumat alıb sifariş verə bilərsiniz. Belə dəyərli izləyicilər, əgər videomuzu bəyəndinizsə, like edib yorum yazmağı unutmayın. Növbəti yemək videolarında, yeyişmək videolarında görüşənədək bu ikilini, bu üçlünü bəyəndinizsə, yorumlarda da fikirlərinizi bildirməyi unutmayın. İnşallah növbəti videolarda görüşənədək Allah'a əmanət olun. Sağ olun. Sağ olun.